Günəşin altında qalan ümid Azərbaycanın qədim torpaqlarında min illərin sirlərini daşıyan gözəl meşələrlə, çaylarla və dağlarla əhatə olunmuş Əs-Səmai adlı kiçik bir kənd var idi. Bu kənd qədim adət-ənənələri, ataların hikmətli sözlərini və insan ürəyində yaşanan dərin duyğuları özündə cəmləşdirirdi. Hər səhər günəşin qızıl şüaları kəndin dar küçələrini işıqlandırar, axşamlar isə ulduzların səmasını, sanki min illərin hikmətini və ümidini əks etdirərdi. Kəndin sakinləri nəsildən nəsilə ötürülən nağıllarda, sevinclərdə və kədərlərdə həyatın əsl mənasını tapmaq üçün daim bir-birinə dəstək olurdular. Həmin insanlardan biri də gənc Nihad idi. Nihad, sadə ailənin övladı olaraq atası Məcid bəyin öyrətdiyi dəyərlərlə böyümüşdü. Məcid bəy, kəndin hörmətli adamlarından biri, insanlara səmimiyyət, dürüstlük və mərhəmət yolunu göstərən Tolstoyun romanlarında canlanan qəhrəmanlar kimi həyatın həm acı, həm də şirin tərəflərini təcrübə etmiş bir insandı. O, Nihadı tez-tez deyərdi: "Oğlum, həyatın hər anı sanki bir kitab kimidir. Hər səhifəsi ayrı bir dərs, hər sözü isə ürəyin dərinliyində iz buraxar. Ən vacibi isə öz qəlbindəki ümid və inamı heç vaxt itirməməkdir." Nihadın qəlbində atası Məcid bəyin sözləri dərin iz buraxmışdı. O, kəndin dar küçələrində, ağacların kölgəsində, çayın sərin suyunun yanındakı oturacaqda tək oturub öz düşüncələrinə dalar, həyatın sirlərini, ümidin və sevginin əbədi izlərini axtarırdı. Hər gün səhər tezdən kəndin kənarındakı geniş tarlalara doğru gedərkən o, torpağın qoxusunu, əkin sahələrinin zəhmətini və insanların ümidsiz baxışlarında parlayan, amma yenə də sönməyən işığı hiss edirdi. Bir gün kənddə qəribə hadisələr baş verdi. Uzaq dağların ətəyindən qoparaq gələn soyuq küləklər, kəndin ətrafındakı meşələri hüzünlü bir rəqsə saldı və sanki keçmişin unudulmuş xatirələri yenidən canlandı. İnsanlar öz aralarında fısıldayır, bu taleyin sınavıdır deyirdilər. Hər kəs öz üzündəki kədəri, ümid və sevgi hisslərini daha da dərinləşdirirdi. Nihad isə bu hadisəni fərqli gözlərlə qiymətləndirdi. O, düşündü, bəlkə də bu təbiətin oyunu mənə, vətənimin və xalqımın sınaqlarının, onların keçmişini və gələcəyini daha dərindən anlamağa bir fürsətdir. O gün Nihad, kəndin mərkəzində yerləşən qədim dəvəcik evinə getdi. O ev, kəndin ən böyük xatirələrinin, sevinc və kədərin bir araya gəldiyi, nəsillərin izlərini daşıyan müqəddəs bir məkan idi. Evin divarlarında asılmış köhnə şəkillər, atalarının portretləri, əl yazmaları və qədim nağıllarla dolu kitablar Nihadın qəlbində böyük bir təəssürat yaradırdı. O, divarın kənarında oturub, keçmişin sirlərini, gələcəyin ümidlərini düşünərkən atası Məcid bəyin səmimi sözlərini yad etdi. Hər çətinlik öz içində bir dərs gizlədir, hər kədər ürəyin işığını daha da parlaq edər. Ən böyük güc insanın öz qəlbində səmimi ümidin işığındadır. Nihad evdən çıxdıqdan sonra kəndin kənarındakı geniş çay sahilinə yönəldi. Çayın suları soyuq və təmiz, sanki min illərin hikmətini və insan taleyinin sirlərini özündə daşıyırdı. Orada oturub, dalğaların ritmik səsləri eşidərkən qəlbindəki ümid və inamı yenidən hiss etdi. O, ağzından çıxan hər sözü, hər baxışı və hər düşüncəni Tolstoyun romanlarının geniş epik təsvirlərinə bənzər şəkildə həyatın sınaqları və sevincləri ilə əlaqələndirirdi. Həyat təkcə gözəl anlardan ibarət deyil, deyirdi o, amma hər kədər, hər acı bir gün sənin gücünə və səmimiyyətinə çevriləcək. Bu arada kəndin digər sakinlərindən biri olan Leyla xanım da öz həyat sınaqları ilə üz-üzə idi. Leyla xanım, həyatın acı şirin anlarını dərin hiss edən, hər kəsin ürəyində yaşadığı o incə duyğuları anlayan bir xanım idi. O, Nihadın atası Məcid bəyin ən yaxın dostlarından biri idi və onun hikmətli sözləri Leylanın da ürəyində dərindən iz buraxmışdı. Leyla xanım hər axşam kəndin meydanında toplanan insanlara həyatın mənası, ürəyimizdəki səmimi arzular və ümidlərdir, deyərək insanlara güc və ilham verirdi. Bir gün kəndin böyük meydanında toplanan əhali arasında Nihad və Leyla xanımın yolları yenidən kəsişdi. Onlar uzun illərin yüklədiyi kədər və sevinclərin, unudulmuş xatirələrin və gələcəyin ümidinin arasında səmimi bir söhbətə başladılar. Nihad gözlərindəki parlaqlığı və dərin düşüncələri ilə bizim kəndimizin hər bir daşında, hər bir ağacında, hər bir çiçəkdə bir tarix, bir nağıl gizlidir. Hər kəs öz həyatında bir qəhrəman kimidir və hər birimiz bu çətin günlərdə belə öz içimizdəki ümid və inamı tapmağa qadirik, deyə söz açdı. Leyla xanım Nihadın sözlərinə cavab verərək, həqiqətən də həyatın mənası yalnız gözəl anlarda deyil, həm də acı günlərdə özünü göstərir.
Biz keçmişimizin xatirələrini unutmaq yerinə onları gələcəyə daşımaqla daha güclü, daha səmimi bir varlığa çevrilirik. Hər kədər, hər çətinlik bir gün sənə öyrədəcək, sənin ürəyindəki işığı daha da parlaq edəcək, deyə cavab verdi. Bu söhbət kəndin ətrafında yaşayan hər kəsin qəlbində dərindən iz buraxdı. İnsanlar Nihad və Leyla xanımın aralarında danışdıkları sözlərdə atalarının və əcdadlarının öyrətdiyi hikməti, səmimiyyəti və ümidin əhəmiyyətini bir daha anladılar. Onlar hər axşam ulduzlu səma altında toplaşaraq keçmişin dərslərini, gələcəyin ümidlərini və öz içlərində daşıdıkları arzuları bir-biri ilə bölüşməyə başladılar. Nihadın həyatında baş verən bu dəyişikliklər onun həm öz şəxsi inkişafına, həm də kəndin ümumi rifahına böyük təsir göstərdi. O, artıq yalnız bir gənc kimi deyil, həm də öz içindəki səmimi ümid və inamı ətrafındakilara ötürən, onlara həyatın mənasını öyrədən bir müəllimə çevrildi. Hər gün o, kəndin dar küçələrində, tarlaların, meşələrin və çayların arasında gəzərək insanlara səmimi sözlər söyləyir, onların ürəklərindəki qaranlıq anları işıqlandırmağa çalışırdı. Günəşin altındakı hər bir canlı öz içində bir ümid daşıyır, deyirdi o və bu ümid bizə gələcəyin ən parlaq səhərlərini vəd edir. Kəndin yaşlıları Nihadın və Leyla xanımın səmimi ümid dolu danışdıqlarını dinləyərək, keçmişin, indinin və gələcəyin bir araya gəldiyi bu anlara böyük hörmət bəsləyirdilər. Məcid bəy oğlunun getdiyi yolda öz həyatının dərslərini və öyrəndiyi hikmətləri, həyatın ən böyük sirri insanın öz qəlbində daşıdığı işıqdır. Hər kədər, hər çətinlik bir gün bu işığın parıltısına çevriləcək, deyə söyləyirdi. Beləcə, Günəşin altında qalan ümid adlı bu dastan Tolstoyun geniş və dərindən təsvir etdiyi insan təcrübəsinin və həyatın həm acı, həm şirin anlarının epik nağıl kimi səsləndirilməsidir. Azərbaycan torpaqlarının qədim dəyərləri, kəndin hər küncündə yaşayan xatirələr, sevinclər və kədərlər bir araya gələrək insanlara əbədi ümid və inamı öyrətməyə davam etdi. Kənd və səmaya indi yalnız bir coğrafi məkan deyildi, o, hər kəsin qəlbində yaşayan, keçmişin və gələcəyin birləşdiyi, səmimi arzuların, sevginin və mərhəmətin təcəssümü idi. Nihadın həyatı təkcə şəxsi bir səyahət deyildi, həm də bütün kəndin gələcəyinə dair böyük ümidin, insanlığın sarsılmaz inamının və sevginin simvoluna çevrildi. O, hər zaman deyirdi, həyat ürəyimizdəki səmimi işıqla parıldayan bir yoldur, hər addımda, hər baxışda keçmişin və gələcəyin sirlərini kəşf edirik. Və bu sözlər nəsildən nəsilə ötürülərək, kəndin hər küncündə, hər sükut anında, hər gülüşdə öz əksini tapdı. Bu nağıl, həyatın mənasının yalnız böyük uğurlarda, zəfərlərdə deyil, həm də adi gündəlik anlarda insanın ürəyində gizlənmiş səmimi arzular və ümidlərlə yaşadığını bizə xatırladır. Hər kəs Nihadın hekayəsindən öyrəndi ki, çətin günlərdə belə öz içimizdəki işığı tapmaq, ümidimizi itirmədən, sevgi və mərhəmətlə irəliləmək həyatın əsl mənasını təşkil edir. Beləliklə, Günəşin altında qalan ümid adlı bu dastan həm keçmişin dərslərini, həm də gələcəyin parlaq ümidlərini hər kəsin qəlbində daşıdığı o əbədi işığı simvolizə edərək nəsillər boyu yaşadı. Bu hekayə Tolstoyun epik təsvirlərindən ilham alaraq Azərbaycan torpaqlarının zəngin mədəniyyətini, insanın dərin duyğularını və həyatda hər anın qiymətini bizə bir daha göstərdi. Hər addımda, hər baxışda, hər ürək döyüntüsündə kəndin sükunəti və insanlığın səmimiyyəti əbədi bir ümid kimi parıldadı. Beləliklə, bu nağıl həm gənc nəslin, həm də köhnə nəsillərin qəlbində sevgi və mərhəmətin, ümid və inamın, həyatın hər bir anının əsl dəyərini bizə xatırlatdı. Kənd və səmaya və onun insanları hər zaman günəşin altındakı o səmimi işığın altında birlikdə, sevgi ilə və inamla yaşamaya davam etdi.